Mən Akşına sual verdim ki, sən əgər show biznesdə döyürsənsə, deyir, meyxana da şoudur, amma söz şousudur. Qəbul edirsən bu sözü? Yox, meyxana əslində şoudur, meyxana insanları düşündürmək üçün. Folklorun bir kanadıdır. Sözdən ibarətdir, söz də insanları düşündürmək üçün. Mən Akşına deyirəm ki, sən niyə görə pis olursan kimlərəsə görə? Misal üçün də Nəfəs mahnı oxuyur və Manaf da indi illərin Manafıdır, deyir ki, Nəfəsin səsi buna çatmaz, mən bunu uzatmaq istəmirəm. Heç kim yox, yəni Nəfəsin rəfiqələri ya da Nəfəsin padruqaları yox. Məhz Akşın çıxır, deyir ki, Nəfəsə heç kimi işi deyə bilməz. Və Nəfəs də çıxır efirmə. Heç demir ki, çox sağ olsun Akşın mənə görə mənə dəstək oldu da, misal üçün də. Mən Akşına deyim ki, niyə özünü əsəbləşdirirsən buna görə? Çünki bugün meyxanaçılar arasında ona görə narazılıq var ki, siz bir çoxların efirlərə çıxmırsınız. Bu şeylərə görə mi çıxmırsınız? Bəli, əslində çox şeylər olardı, o şeylərdən irəli gəlir, amma mən də o çıxışa baxmışam. Yəni, kimsə kiməsə ümumiyyətlə onsa nəsə demir. Bəli. Ki, mən çıxım deyim, ona heç kim heç nə deyə bilməz. Ümumiyyətlə, kim kimə nə deyir ki? Zəngləri yavaş-yavaş... Yaxşı oxuyacaq, yaxşı deyəcəklər, pis oxuyacaq, pis deyəcəklər. Yəni, vəziyyət Yox, biz... Yox, ümumiyyətlə deyirəm. Biz burada Nəfəsi... Şou məsələsinə qalanda, yəni, xanımların oxuduqları janrlar, xanımların oxuduğu janrlar... Şahnaz muğamı. Xanımların oxuduğu musiqi janrları olsun, meyxana olsun, ümumiyyətlə bunların heç biri şoudur, bunlar bir sənətdir. Şou müğənninin, sənətçinin səhnədə göstərdiyi performansdır. Şou odur. Mən meyxana şou görmürəm. Çünki meyxana oturur, qafiyə deyir, ya da uzaqbaşı Pərviz Türkanın oxuyanda oynayır. Yəni, şou tam başqa bir anlayışdır. Və mən düşünürəm ki, meyxana sambal və bilik nəticəsində. Çünki bir insan var ki, 3 dənə sözü dalbadal gətirə bilmir.